Növbəti ifaçımız isə böyük səhnənin əvvəllər ən kompleksli iştirakçısı idi, amma böyük səhnə təcrübəsi ona güc verdi. İndi isə heç nədən qorxmur və bütün dünyanın səhnələrini fəth etməyə hazırdır. Hətta iştirakçıları özünə rəqib bilmir. Gəlin baxaq. Böyük səhnə Nigar üçün əməlli başlı məktəb oldu. Sıxılmış, özündən əmin olmayan bir qızdan indi heç bir əsər əlamət qalmayıb. Nigar artıq dünyanın istənilən səhnəsini fəth edə bilər. Mənim üçün iki Nigar var. Böyük səhnədən əvvəlki Nigar və böyük səhnədəki Nigar. Əvvəl utancaq, zərif bir Nigar görmüşdüm. Böyük səhnədəki Nigar isə güclü, özünə güvənli və məqsədinə çatacaq Nigardır. Yalnız super finalçı olandan sonra Nigar anladı ki, show biznes tək parlaq jurnallar demək deyil. Bu, gərgin iş deməkdir. Bu yaxınlığı sən hiss elə, bu yaxınlığı sən hiss elə. Boom, pam, pam, bırırı, pam, pam, boom. Pam, 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 boom, pa, pa, drrrr, 7, 8, go. İnanmırdım ki, kastingi keçəcəm, sonra super kastingi, yarım finalı, finalı. Bu dəfə isə ilk dəfə. Qalibiyyətimə inanıram. Mən qalib olacağam. Nigar bütün çıxışlarını doğmalarına həsr edirdi. Onlar axı onun dəstək komandası idi. İnam var idi ki, uşaq özünü göstərə biləcək, bir şeyə nail ola biləcək. Yəni, şükürlər olsun Allaha. Uşaq özünü göstərə bildi. Biz qızımızla qürur duyuruq. İnanmırdım ki, bu janrda Azərbaycanda mahnı yaza bilərlər. Buna görə də Fəridə öz təşəkkürlərimi bildirirəm. İngilis mahnım isə hit olacaq. Nigar üçün kastinqdən superfinala qədər keçdiyi yol qiymətsiz bir təcrübədir. Səhnədə indi o özünü və səsini daha yaxşı idarə edir. Özündən əmindir, artıq səhnədə özünü rahat hiss edir. Bu bacarıqlarla o öz istedadını bütün dünyaya nümayiş edə bilər. It's going to be interesting to see how that manifests. Nigar Hüseynovaya dəstək olaq. Axı o bizə yeni mahnısını təqdim edir. Until I'm turning
Teşekkürler Nigara. Çok güzel kıyafem var onu söyleyeyim ve çok da yaraşır. Ve elbette ki Tunzayla Hanım'a vereceğim bu sağlığı. Tunzayla Hanım, beğendiniz Nigar'ın ifasını? Nigar, səni təbrik eləyirəm. Çox uğurlu mahnıdır. Əsl səni göstərən mahnıdır. Kostyumun super, şou super idi. Mən istəyərdim ki, sən bu mahnıda falset səs yox, təmiz səs göstərərdin, hansı ki bu mahnı onu tələb eləyir. Bəzən xırda detallar oldu ki, ay bunu davam etmək istəyirdim sən bunda, amma yan keçirdin ondan. Yəni o manieranı, o tərzi saxlamanı istəyərdim. Ona görə mən səni biraz tam istədiyim qiyməti oxuduğun mahnının janrını, tərzini daha dərk et. O sənə uğur gətirəcək. Teşekkür ederim Tunzayla Hanım. Yəqin elə ona görə, yəni bu nüanslara görə Tunzayla Hanım müsiflərdən ən az xalı, yəni 8 xalı verib. Bizim Nərgiz xanımın verdiyi xalı hələ görmürük. Bu sirr olaraq qalır. Amma indi biz sözü Gülçöhrə xanıma verəcəyik. Görə nəyə görə Gülçöhrə xanım 10 xal verib? Nigar, mən çox şadam ki, səni bu günləri eşidəndə doğrudan da bu yüksək balı verdim. Ona görə ki, mən inanıram sənə. İnanıram sən oxuduğuna. İnanıram ki, gələcəyim var və çox sağ ol bildirirəm sənə. Uğurlar. Çok sağ olun. Bütün müsiflərə təşəkkürümüzü bildiririk və onu söyleyeyim ki, məhz bu çıxışı üçün gizlin qalan xalları nəzərə almasaq, Nigar Hüseynova 56 xal topladı. Və Nigar, biz səni prodüserin Tom Rosrick və Rüfətin yanına yolluyoruz. Nigar öz dəstək qrupunun yanına yollandı əlbəttə ki. Mən bütün böyük səhnə adından bir təşəkkürlərimi çatdırmaq istəyirəm. Layihənin informasiya partnyorlarının dostca olan dəstəyinə görə trendlife.az, firstnews.az, Ayna və Zerkala qəzeti, Araz FM 103.3 radiosuna dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun. Bax belə Günay, həyəcan burada da davam edir. Hətta Tom Rotter Günayın çıxış zamanı onun şəklini çəkirdi öz telefonuna. İndi isə mən ondan soruşmaq istəyirəm ki, o onun çıxışından razı qaldı və onun tapşırıqlarını Nigar yerinə yetirdi mi, yoxsa yox? Çox gözəl oldu. Biz onunla işlədiyimiz zaman nə deyirdimsə, bir şeyi hər zaman yadımızda saxlayırdıq ki, bu çox çətin bir mahnılardan biridir. Buna baxmayaraq, Nigar bu işin öhdəsindən çox yüksək səviyyədə gəldi. O düşünür ki, sən bu işin öhdəsindən gəlmirsən, bəs sən necə? Məncə yaxşı idi. Mənim xoşuma gəldi. Və bir şey soruşmaq istəyərdim. O gizli qalan bal açıqlansa, sən necə düşünürsən? Ayseli keçə biləcəksən, yoxsa yox? Я лучше не отвечу на это. Cavab vermək istəmirsən, amma ki gözləyən nəticələri cavab versən də, verməsən də bunu onsuz da biz biləcəyik. Söz verirəm Şəhriyara, növbəti iştirakçını, superfinalçımızı gözləyirik. Hal-hazırda Vlada ikinci çıxışına hazırlaşır. Onun üçün çox çətindir, çox həyəcanlıdır. Amma necə mübarizə aparır, necə hazırlaşır. Bax, bu haqda gəlin biz də sizinlə bir yerdə sujetə baxaq. Vlada öz hüquqşünaslıq karyerasını böyük səhnədəki iştirakına dəyişdi. İndi isə o, öz həyatını səhnəsiz, tamaşaçısız təsəvvür etmir. Ən gözlənilməz o oldu ki, bu qədər güclülərin arasından superfinalçı mən oldum. Yaxşı olardı ki, elədiyin hərəkətlərə biraz enerji qatasan. Çalış eyni olmayasan, hərdən güclü tərəfini də göstər. Onda səndə hər şey yaxşı alınacaq. Heç vaxt bilməzdim ki, səhnədə bu qədər sərbəst ola bilərəm. Məhz buna görə böyük səhnəyə təşəkkür edirəm. İlk baxışdan ən çətini elə bil arxada qalıb, amma superfinala hazırlıq Vladanı ağır sınağa çəkdi. Mən bilmirdim ki, bu qədər çətin olacaq. Bu gərgin rejim, səhhətimdə problemlər. Ümid varım ki, inşallah yaxşı olar. Mübarizə daha da gərginləşir və Vladaya bir dəqiqə belə rahatlanmaq olmaz. Əsl rəqiblərim indi də mənimlədir. Dəhşət olacaq. Mübarizədən çəkinmək isə Vladanın xasiyyətinə ziddir. Mən heç vaxt uduzmuram. Bu dəfə də uduzmayacaq. Bugün hamı biləcək, qalib kim olacaq?
İlk dəfə Vladanı görəndə çox bəyəndim. Elə qərara gəldim ki, ona 60-cı illərin tərzində bir obraz yaradım. Amy Winehouse-un obrazı onun xasiyyətinə çox uyğun idi. Mahnı ilə çox razıyam, o bunun öhdəsindən gələcək, amma yenə də həyəcanlıyam. Müsabiqə nömrəmiz Vlada Xundovanın təqdimatında. You said, 'cause we've been up and down and around before we couldn't have it all. It's gonna be alright, 'cause tonight I'm gonna hit the big time. It's alright, I'll show you what I got, I'll show you what I'm made of. Should I walk away? But I made up my mind and I'm crying for a day. 'Cause we've been up and down, now I've turned it around. Take a look now, I've got it all. It's gonna be alright, 'cause tonight I'm gonna hit the big time. It's I'll show you what I got. It's gonna be alright, 'cause tonight I'm gonna hit the big time. It's alright. When I hit the big time, when I hit the big time, my wheels keep on turning around, turning faster, I'll make it round. So you better get out of my way. I'll save it for another day. It's gonna be alright, 'cause tonight I'm gonna hit the big time. Alright, I'll show you. Vlada, çox sağ ol. Zal səni çox alqışladı, amma alqışlar elə biraz zəif oldu. Vladanın ifasına uyğun alqışlar eşitmək istəyirəm. Və Vlada ifa edərkən mən Eminə nəzər yetirirdim. Emin get-gedə, belə deyək, ifanın əvvəlində çox az xal vermişdi, amma mahnının sonlarına yaxın 10 xal verdi. Nə baş verdi Emin? Yox, mən gözləyirdim ki, Vlada məni yenə təəccübləndirsin. Əslində Vlada doğrudan təəccübləndirdi. Yəni gördüyümüz sırf adi musiqi nömrəsi deyildi. Biz tamaşaya baxdıq. Doğrudan buradan bu tamaşa kimi görsənirdi və ona görə də mən ona 10 xal verdim. Nərgiz xanım da Emin'dən bir xal aşağı verib və elə o salım da onu olacaq. Nərgiz xanım, nə çatmadı Vladanın infasında ki, siz maksimum 10 xal verəsiniz? Əvvəla mən artıq 10 xalımı vermişəm. Birinci ifadə, bəli. Bəli, amma Vladanın məhz bu ikinci çıxış çox xoşuma gəldi, çox bəyəndim. Həm rəqsi, həm hərəkətləri, belə qığılcım var idi. Həqiqətən, mən bilirəm ki, onun yaxşı gələcəyi olacaq. Bircə qeyd edəcəm çox tez. Demək, ikinci mahnı ingilis dilində ifa olunurdu və mən ingilis dilinin belə böyük bilicisi deyiləm, amma hiss eləyirəm ki, tələffüz və diksiya üzərində çox çalışıblar. Ki,
Bunun əksini Azərbaycan dili üçün söyləmək olmaz. Uğurlar arzulayıram. Dəyərli fikirlərinizə görə təşəkkürümüzü bildiririk sizə Nərgiz xanım və onu söyləyim ki, hal-hazırda Vladanın ifasına olan balı söyləyəcəm. Amma biz Gülçöhrə xanımın verdiyi xalları hələ ki görmürük. Kompüter gizlin saxlamağı belə deyə müəyyənləşdirdi bu anda. Vlada bu ifasına görə 58 xal topladı. Vlada, təbriklər. Biz səni prodüserin Harry Miller və əlbəttə ki, bizim Rüfətin yanına yollayırıq. Onu sizə söyləyim ki, az sonra nəhayət hamı qalibin adını biləcək. Doğrudan da Günay o gizli ballar adamın ürəyini partladır və Vlad artıq gəldi öz prodüseri Gary Miller'in yanına və mən onlardan soruşmaq istəyirəm. Bax, bu çıxışın nəticələri onlar üçün nə deməkdir? Necə idi? Çıxışdan razı qaldınızmı yoxsa yox, Gary? Bəli, bəli, çox razıyam. Mənə elə gəlir ki, çox gözəl çıxış etdi. Mən 10 bal verərdim buna, yəni çox gözəl çıxış idi. Aha, Gary deyir ki, ona 10 bal verərdim, amma əksəriyyət sənə 10 bal verdi. Gizli balları da nəzərə alsaq, ola bilsin ki, sən çox yaxşı nəticələr göstərə bilərsən. Bəs sən necə, razı qaldınmı öz çıxışından, İngiliscə ifa etdiyin mahnıdan? Bəli. Bəs Gary'dən soruşum ki, bax, Vladanın qalib olmadığı halda, Allah eləməsin, onu öz qanadı altına alacaqmı? Oh, definitely, yes. Mən yəni ilk zamandan artıq onunla çalışandan onunla işləməyi xoşlayıram və arzu edirəm. Söz veririk həmkarlarıma, əziz dostlar, həyəcan artır və nəticələri hamımız səbirsizliklə gözləyirik. Böyük səhnə hər bir iştirakçı üçün çətin bir sınaqdır. Hal-hazırda səhnəyə çıxacaq iştirakçı çox həyəcanlıdır və çox çətinliklər çəkirdi bu müddət ərzində, bu həftələr ərzində və sizə sir açım, bu xanım bir neçə dəfə böyük səhnəni belə tərk etmək istəyirdi. Amma özünə güc gəldi, mübarizə apardı və bir daha qərara gəldi ki, o böyük səhnədə axıracan qalacaq, bəlkə də o qalib gələcək. Sonuncu, həlledici çıxışına hazırlaşan Aysel haqqında gəlin sujetə baxaq. Mən roku daha yaxşı çatdıraram ki, belə mahnılarım. Repertuarının dəyişməsi ilə bağlı təkliflərə baxmayaraq, yenə də Aysel roka sadiq qaldı və öz ifası ilə minlərlə ürəkləri fəth etməyə çalışdı. Məşqlərdə atılışmaq çox çətindir. Amma səhnədə Patrikdə, xoreografımızda da məni belə məcbur eləmirdi ki, mən belə açılışımda. Çünki bilir ki, mən səhnədə çıxıb onu eləyəcəm. Əlbəttə, o həyəcanlanır. Amma böyük səhnədəki 2 aylıq iş ona daha çox əminlik verir. Və o layihənin qalibi olmaq məqsədindən heç də çəkinən deyil. Bu şounun sonudur. Sən bütün enerjini verməlisən. Zərb alətlərinin səsi gələndə çalış onu tut, hiss elə və mikrofonu əlinə alıb istədiyin kimi hərəkət elə. Sərbəst ol. Deyirlər ki, ay filan kəsin diapazonu, mənim diapazonum hamısından genişdir. Hamısından geniş mənim diapazonumdur. Hamıdan yaxşı vokalla idarə edə bilən burada mən özüməm. Şouda qalibiyyət Aysel üçün tək arzusunun gerçəkləşməsi demək deyil. Bu həm də onun ailəsinin, həyatının yeni mərhələyə keçməsi deməkdir. O, layihəyə görə hətta yeganə oğlundan ayrıldı. İndi gənc ifaçı qalibiyyətsiz evə qayıtmaq barədə heç düşünmək belə istəmir. Əlbəttə ki, mən bu layihədə iminə bu üçlüdə özümə birinci yerə layiq görürəm. Çünki burada mənimlə güclü ifaçı yoxdur. Mən Aysel üçün I Hate You Right Now mahnısını yazdım. Bu orijinal mahnı Ayseli daha da yaxşı tərəfdən təqdim edir. O əsl artist olmağa başlayır. İndi onun öz şəxsi mahnısı tərzi var. Məhz bu tərzdə o səhnədə çıxış edəcək. Və əlbəttə ki, bundan əlavə Ayselin öz tərzi var. Görək necə çıxış edir. Beləliklə, Aysel Nərimanova həlledici mahnısıyla gəlir. Mən şəxsən həyəcanlıyam. Gəlin baxaq.
Don't pull your complicated trickery. Listen to your stupid plans. I mistook you for a man. I believe in all the life you put in me. I dreamed the truth from me. I do like my destiny. I have cried the river, now I'm free. Now, I don't need you now. But you don't understand, 'cause you're too proud. And why did you have to take your time? You make me wanna die. Now all I know is I hate you right now. Don't pull your pretty face, only go to counter place. Made your mistake when you discovered me. Nobody want the love you lost. You didn't get it off your cross. I guess you miss your opportunity. You need the truth from me. I do like my destiny. I've cried the river, now I'm free. Now, I don't need you now. But you don't understand, 'cause you're too proud. And why did you have to take your time? You make me wanna die. Now all I know is I hate you right now. Too proud. And why did you have to take your time? You make me wanna die. Now all I know is I hate you right now. I don't need you now. You don't understand, 'cause you're too proud. And why have to take your time? Make me wanna die. I hate you right now. Aysel Nərimanova. Səhnəni o dalov bürüdü Aysel'in ifası ilə bərabər. Belə Aysel özü də odlu, alovlu bir ifa göstərdi. Təşəkkürlər Aysel bu performansına görə. Və Zəhra, sən Aysel'lə bərabər ifa eləyirdin və 10 xal vermişsən. Deyəsən həddindən artıq çox xoşuna gəlib. Aysel, I love you right now. Aha, mahnıdan sonra. Çünki sən ümumiyyətlə birinci mahnıda da, bu mahnıda da hər nə hiss etdiyini, bu mahnılarda nə hiss etdiyini çox gözəl çatdıra bildin məncə. Və bütün bu daxili enerjini bizə çatdırdın. Bu da ən vacib məsələdir müğənni üçün. Təbrik eləyirəm səni. Biz Tural Əsədovun verdiyi xalı görməsək də, amma Rəşad bəyin verdiyi xalı görürük və o ən az xal verib. Rəşad bəy, 8 xal. Aysel, bax, indi etiraz çox idi. Amma yox, vokal az idi, yox. Mənə elə gəlir ki, bu təkcə sənin təqsirin deyil və sənin prodüserin də təqsiridir və bəstəkarın da təqsiridir. Çünki bu həmin mahnı ola bilər ki, bir 2 ton yuxarı oxusaydın, tonallığını dəyişsəydin, daha da səs imkanlarını göstərə bilərdin. Amma sən elə bir yerdə oxudun ki, yəni axıra kimi öz etirazını vokalda bildirə bilmədin. Amma səhnə görünüşünə görə, yəni səhnədə insanlarla, tamaşaçı ilə ünsiyyətinə görə bu 8 bal tam sənin 8 balındır. Yəni mən səni təbrik edirəm. Çox sağ olun. Təşəkkür edirik və onu diqqətinizə, nəzərinizə çatdırım ki, məhz bu ifasına görə bizim Aysel
əlbəttə ki, Turalın verdiyi xalı hələ ki nəzərə almırıq, çünki bilmirik də 57 xal toplayıb və bu alqışlar sənin də Aysel, həyəcan artır. Biz səni Rüfətin və əlbəttə ki sənin prodüserin Jack Spade'in yanına yollayırıq. Bax belə Günay, Ayselin odlu alovlu çıxışından sonra prodüseri ondan yaman deyəsən razıdır. Və elə onlarla bu haqda söhbət eləmək istəyirəm. Jack Spade, siz Ayselə düz bir ayınızı sərf eləmişsiniz və mənə elə gəlir ki, o sizin etimadınızı doğrultdu. Elə deyilmi? Oh, most definitely. I think she's amazing. Çox gözəldir. Bu mənim sevimli bir ifaçımdır. Həqiqətən də o elə bir öz dünyasını elə bir şəkildə qurur ki, orada hər şey çox real görsənir. Öz ifasında hər şey çox realdır. Mənim fikrimcə çox gözəl bir ifa oldu. Təşəkkür edirəm. Alov sənə mane olmurdu ki, yəqin gödəkçən əsl dəridəndir deyə yanmadı, hə? Yox, alov mənə mane olmadı. Yox, alovu çox sevirəm. Jack, bax Ayselin qalib olacağı və olmayacağı təqdirdə onunla iş birliyinə davam etməyə hazırsınızmı? Onu öz qanadınızın altına götürməyə nə deyirsiniz? Yeah, oh, absolutely. Bəli, ondan mən işləyəcəm. Mənim çox xoşuma gəldi. Və birinci şouda, yəni onun hər şeyi vardır. Həm onun istedadı var, həm enerjisi var. Nə lazımsa onda var. Sanki bir vulkan kibidir. Mənə gəlir ki, bu Azərbaycanda sonradan öz yerini tuta biləcək bir şəxs olur. Həm də beynəlxalq arenada artıq tanına bilən bir şəxs də olacaqdır. Şəhriyar söz səndədir. Superfinalçılarımızdan kim qalib gələcək? Bax bunu birazdan xallar hesabından sonra biləcək dəqiq. Hələlik isə növbəti qonağımız gəlib. Növbəti qonağımız Azərbaycan show biznesində artıq gənc olmağına baxmayaraq öz sözünü deyib və çoxlu ürəklər fəth edib. Bu günlər isə böyük səhnəmizdə o böyük səhnənin tamaşaçılarının ürəyini fəth edəcək. Qarşılayın Çingiz Mustafayev. Mən də herkes kimi dünyaya geldim. Geldim geleli aktarıram öz yerimi. İçimde hiç kesin işide bilmediği bir ses var. Özümü tanıyanla danışıram. O sesler bir bedende iki can var. Yaşayırsansa bu bedende onda demene hardadır yarım, kimledir canım. Deme unuttu, bu böyle olsa da deme. Herkes kimi sevdim, sevildim, güvendim, verdim ruhumu, yaşatsın sevgilim.
dertleştiğim birileri var. Dost seçmişim onu, şerikti derdimde. Hardadır yarım, kimledir sevgilim? Demek ki unuttum, bu böyle olsa da. Deme, 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 deme ki unuttun beni, deme ki unuttun beni, deme ki deme. Çingiz Mustafayev. Alqışlardan görünür ki Çingiz izləyicilərin ürəyini fəth edə bildi. Çox yaxşı mahnı idi Çingiz. Təşəkkürlər Günay, çox sağ olun. Axşamınız xeyir olsun, hörmətli dinləyicilər heyəti, hörmətli tamaşaçılar. Çox şadam bu gün burada iştirak eləməyə və böyük bir şərəfdir, belə deyək. Çox sağ ol. Əlbəttə ki, sən iştirakçılarımızla artıq şəxsən tanış olmusan. Bayaq biz bunun şahidi olduq və mənə maraqlıdır. Görəsən Çingiz bu 3 xanımdan hansı ilə duet oxumaq istəyərdi? Zakirlə oxumaq istəyərdim əslində, Amma bizdə belə bir iştirakçı yoxdur Çingiz. Mən səhv sallamaq istəyirəm. Nigar var? Bizdə Nigar var. Nigar var, bəli. Nigarın bayaqları dinlədiyim ifasını çox bəyəndim. Niyə də yox, Nigarla mənə elə gəlir duet yaxşı alınardı. Mən də belə düşünürəm ki, sizin ifa tərzləriniz də bənzəyir. Çox sağ ol, biz sənə uğurlar Siz sağ olun, arzulayırıq. SMS-inizi gözləyirəm, dəstəyinizə çox ehtiyacım var. Səs göndəriniz. Mən isə indi Şəhriyardan rica edəcəm ki, mənim çox sevdiyim ifaçılardan birini təqdim eləsin. Şəhriyar. İndi səhnəyə çıxacaq insan, böyük səhnəyə çox yaxın bir insandır. O, castinglərdə münsiflər heyəti idi və bütün Azərbaycanı bizimlə bir yerdə gəzdi və istedadlı gəncləri seçməyə də bizə kömək oldu. Şəxsən mənim dostum olduğuna görə o insanla fəxr edirəm. Fəxr edirəm ki, məhz onun sayəsində bütün dünya Azərbaycan musiqisini bir daha tanıdı və özü üçün kəşf etdi. Qarşılayın, Eldar gəlir! I'll be waiting for you. Right now, it's all I can do. Gonna try not to cry right now, but I will when you're leaving. Hear you saying we can work things out. I just pray that you mean it. Answer
Qasımov. Təşəkkürlər Eldar. Minnətdarıq sənə və əlbəttə ki, Eldarın ifasından sonra ona suallar ünvanlamalıyıq. Üçlüyümüzün ifasını artıq hamınız eşitdiniz və həmçinin sən də Eldar. Favoritin hansıdır onların arasında? Gəl intuisiyanı yoxlayaq. Görək qalibi müəyyənləşdirə biləcəksən yoxsa yox? Amma ad söylə, xahiş eləyirəm. Bilmirəm, Günay çox çətin sual mənim üçün olar. Mən deyim ki, biz hər üç iştirakçı ilə artıq dostuq. Bir neçə gün birlikdə çalışırıq bu səhnədə və qızlarımız çox istedadlılar. Və mən bir şey söyləmək istərdim ki, mən çox inanıram ki, bizim müsiflər heyətimiz düzgün seçim edəcəklər və ən layiqli iştirakçı qalib gələcək. Görürsünüz, Eldar da boyun qaçırdı cavab verməkdən, amma buna baxmayaraq Eldar, biz sənə tamaşaçıların adından, bizi izləyənlərin adından dərin təşəkkürümüzü bildiririk. Sən çox çalışqan ifaçısan, çünki bu günlər ərzində biz bunun şahidi olduq. Minnətdarıq sənə, təşəkkür eləyirik. Çox sağ olun. Uğurlar hamınıza. Çox sağ olun. İndi isə növbə Şəhriyardadır, çünki o bizim növbəti məşhur qonağımızı elan edəcək. Bildiyiniz kimi biz sürprizləri sevirik və bir neçə sürprizimizin şahidi oldunuz. Növbəti sürpriz isə bayaq münsiflər heyətində əyləşən gözəl ifaçı xanımımız idi. Hal-hazırda o gələcək. Gözəl ifasıyla Azərbaycanın əməkdar artisti, ustad dərsi keçməyə gəlir. Tunzalə Ağayeva! Açıldı Yasemen sensiz, bezendi bak çemen sensiz. Açıldı Yasemen sensiz, bezendi bak çemen sensiz. Açan yarpaqlarım solsun, açılsam bir dəmə sensiz. Gələr bülbül fəğan eylə, qonar gül üstə qan eylə. Hələ dərdim bəyan eylə, gülü görsə belə solğun, baharı görsə gülşən. Hələ dərdim bəyan eylə, gülü görsə belə solğun, baharı görsə gülşən. Açıldı Yasemen sensiz, bezendi bak çemen sensiz. Açıldı Yasemen sensiz, bezendi bak çemen sensiz. Açan yarpaqlarım solsun, açılsam bir də mən sensiz. Fəğan eylə, qonar gül üstə qan eylə. Hələ dərdim bəyan
solğun baharı görsən gözəsiz gələr bülbül bülbül fərhan fərhan neylər qonar qonar gün üstən qan eylər bir arada beyan eylər günü görsə belə solğun baharı görsə gülşən Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva mənim də çox sevdiyim, çox gözəl ifası ilə bugün bizi sevindirdi. Buna görə təşəkkürümüzü bildiririk sizə Tünzalə xanım. Və mənim də sizə sualım var. Elə sualım öz-özlüyündən yarandı. Nəyə görə? Bax, bayaqdan siz münsiflərin arasında əyləşmişdiniz. Hansı daha çətindir? Xal vermək, yoxsa səhnədə ifa etmək? Vallahi xal vermək ən çətindir. Nə var oxumağa? Çünki kimisə taleyi bundan asılıdır axı. Düzdür, düzdür. Çünki hər üç finalist öz-özlüyündə çox fərqlidirlər. Çox istedadlılar. Hamısını öncədən təbrik edirəm. Burada çox eyni fikir səsləndi. Əgər artıq onlar finaldadırsa, demək artıq onlar qaliblər və onları bir də alqışlayaq. Bir daha təbrik eləyək. Çünki cəsarətdir. Canlı səs oxumaq. Bir də ki, bir janr göstərmək, fərqli tərz göstərmək çox böyük cəsarət, istedad, amma istedad azdır. Üzərində zəhmət və mən həmin bəstəkarları, musiqi prodüserlarını, bütün komandanı təbrik eləyirəm. Çox bir-birindən fərqli zövq aldıq. Əlbəttə ki, bu yolun hələ tam əvvəlidir, başıdır və hələ qarşılarında böyük fəaliyyət var. Və bugün görsənən boşluqlar sabah olmayacaq. Bu təbii ki, təcrübə lazımdır bunun üçün, amma üçü də bir-birinə heç bənzəmir. Amma onların da örnək götürəcəyi çox gözəl ifaçılarımız var və Tünzalə xanıma biz dərin təşəkkürümüzü bildiririk ki, bugün bizimlə bərabər oldu. Minnətdarıq sizə. Çox sağ olun ifanıza görə də. Təşəkkürlər. Bütün mahnılar səsləndi. Bütün xallar verildi. Mən öz həmkarlarımı, Rüfəti, Şəhriyarı, həmçinin iştirakçıları səhnəyə dəvət edirəm. Bu arada isə layihəmizin iştirakçıları adından baş təşkilatçımız olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə öz dərin təşəkkürümüzü bildiririk. İstedadlı gənclərə dəstək olduğunuz üçün çox sağ olun. Bir neçə dəqiqədən sonra böyük səhnənin super finalçısı dəqiq bilinəcək. O kimdir? Aysel Nərmanova, Nigar Hüseynova, yoxsa Vlada Axundova? Mən bilmirəm. Doğrudan da onlardan hər biri əlindən gələn elədi və var gücü ilə çalışdı ki, bax bu böyük səhnənin qalibi ola bilsin. Amma geriyə yol yoxdur artıq. Artıq heç nəyi dəyişmək mümkün deyil. İndi nəticələrin yekun cədvəlini açıqlayacağam. Münsiflərin gizli qiymətlərinin necə olduğunu və kimin daha çox xal topladığını birlikdə biləcəyik. Diqqət! Aysel Nərimanovanın xalları. Diqqət! Vlada Axundovanın xalları. Diqqət! Nigar Hüseynovanın xalları. İndi isə xahiş edək bizə ümumi turnir cədvəlini göstərsinlər.
Aysel Nərimanova. Təbrik edirik. Sən bunu Rüfət. bacardın. Ay Rüfət, bizim komanda qalib gəldi qardaş. Ancaq təbrik edə bilərəm. Təbrik Uğurlar edirəm qızlar. ərdinizə. Hamını təbrik edirəm. Təbrik edirəm. Qalibimiz müəyyənləşdi artıq. Bu artıq bu müsabiqə ərzində favoritə çevrilən Aysel Nərimanovadır. Aysel, mən düşünürəm ki, sənin ailən və xüsusən də o gözəl balan sənin bu qalibiyyətinə çox sevinir. Təbriklər bir daha. Və əsasən də Lənkəran bölgəsi bizi izləyir. Onlar sənə çox dəstək oldular və düşünürəm ki, bu qalibiyyət bütün Azərbaycanın Vlad və qalibiyyətidir. Nigar, heç keyfinizi pozmayın. Siz artıq ulduzsuz və böyük səhnənin qapıları sizin üzünüzə açıqdır. Və onu söyləyim ki, turnir cədvəlimizə Aysel Nərimanovanın başçılıq etməsindən asılı olmayaraq bizim layihəmizdə məğlub yoxdur. Tamamilə razıyam bütün iştirakçılarımız. Böyük səhnə şousunun hansı mərhələsində şounu tərk etmələrindən asılı olmayaraq böyük səhnəyə minnətdardılar çünki onlar məhz bu böyük səhnədə böyük təcrübə əldə edib öz karyeralarına start verdilər. Böyük səhnə bütün Azərbaycanda səs-küyə səbəb oldu. Çoxları mesaj yazır, çoxları zəng edir ki, bəs ikinci sezon açan başlayacaq. Az qaldı, səbirli olun. Sizi də sevindirəcəyik. Amma hələlik bizim ulduzlarımızın böyük səhnələri necə fəth etdiyinə izləyin. Böyük səhnədə yenidən görüşənədək. Ümid edirik ki, görüşəcəyik. Hələlik.